Tonalini yo'q. Hemşe masaj edeyim. Hemşe masaj edeyim. Daha mısın? Bunu belə dartdıq. Bunu dairədə burna tərəf. Saxladıq. Saxladıq. Dartdıq, saxladıq. Aha, üzülmüşəm. Aha, saxladıq, verdik. Saxladıq, nə gözəl. İndi alın. Mən heç vaxt botoks eləməmişim. Yəni 32 yaşım var. Botoks eləməmişim. Boğaz isə asta dairəvi masaj eləyirik. Aşağı, yuxarı. Burada limfalar qan dövranı yaxşı eləyir. Məsələn, həmişə çiynini masaj eləyin ki, qan dövranı eləsin, sizin beyninizə qan çatsın. Görürsünüz, nə geçim oldu? Ola bilər, burada biraz bunlar var, açıqlar. Eyni qalmışam. Və gedim. Mən antiperspirant vəbşə istifadə eləmirəm. Neçə il уже? 5 ilə yaxın olar istifadə eləmirəm. Mən qəşəng ətirli skrablar vururam. Biri də elə bunun skrabını çox bəyəndim. Baxın ki. Nalə. Bir də bazil eydan yəni ki portakal. Çox güzel. Bunun skrabını ümumiyyətlə qarışdırırsınız ki, hər hansı liboy skrab ətirli qoxulur və tərliyən nahiyələrlə vurursunuz, ya ayağa vurursunuz, qol altı yan. Antiperspiranta ehtiyac yoxdur, çünki ziyanlıdır. Belə. İndi mən istifadə edəcəm. Ancaq bunu istifadə edirəm. Max Factor. Bu göz üçün nəzərdə tutulan hər yandan istifadə edirəm. Şimdi. Hemen buydum ayağım. Elə bil təzə rayondan gəlmiş. Və tabur kimi elə nətər günəşin altında sızdırırız, beli qızarırsa. Elə yiyelim. Buna deyirlər natural face. Neyse, azmazda buraları qutardı, təzəyə. Mən içinə fırıram ki, içinə geçsin. Ki mən belə sırtanda üstümə çox dökülməz. Görürsün, və tonallə heç nə vurmamışım. Çünki ehtiyac yoxdur. Əlin saçlarımı büstürümün geçən güzel. Tuşda vurmuram. Qızlarımız tuş vura bilər. Peçetədə bugün yaşıl paltar giyinəcəm. Deməli, yaşıl tin. Deməli, əziz Suda xanımımızın bu olan. İndi mən elə iyi ki, bu yaşılda istifadə edəcəm. Yağlıdır. Ancaq küncünə dönd. Mən də görürsünüz, çox ətlidir. Yəni mən belə yuxarı baxıram və makyajlayıram. Bax, xət öz-özünə yaranır. Belə. Yaşıl ki. İndi bunu artıq tərləyirəm. Tərləmək yaxşıdır. Ümumiyyətlə, insan nə qədər çox tərləyirsə, o qədər yaxşıdır. Tər vasitəsilə bütün
Anti. Pis. Oksidantlar çok yedirler. Ümumiyyətlə. Pis zərərlər. Qan vasitəsilə hamısı çox gedirlər. İnsan heç olmasa gündə bir saat tərləməlidir, özünə tər verməlidir. Onda bilirsin nə tər yüngülləşir, qanı elə təmizləyir. Bax görürsüz həkimlər sizə demişlər. Yəni siz elə eləsəz, görəcəksiniz ki, necə yüngüllüyürsünüz. Bax indi yay gəlir. Bir saat. Şimdi tərlədim yönü geçək. Bir saat heç olmasa insan tərləməlidir. Mənə görə normal. Soğuk bir dənəsə beləsi var. Bu yaşıl. Xak lor dilində deyilir. Camatas. Onu da tabii ki vuracağım. Çünkü ben geçen yaşıl paltar giyindim. Birinci yağlıydı diye. Üstünden de hak vururum ki daha geçen görsen sonra. Yani yayda biraz adam gerek. Yay kimi renklerden giyinsin. Böyle geçen soğuğunu yok. Güllü çiçeğli giyinin. Həmişə gözəl gülçək giyinin. Açıq saçıqla eminlə deyil ki, gerek güllər gülçək giyiniz. Больше ничего не надо. Dodaq boyası da açıq renklər çox qəşəng olur. Daha təravətli olarsın. Və bu boyda saçı daramaq var ya. Bunlar darayacağım vay bir. Və belə bir nəticə. Görürsünüz necə təbii görsənib. Tuş vurmamışam. Dodaq boya sadəcə blesk.